dul qadın və miskinlərin ehtiyacı üçün çalışan insanlar Allah yolunda döyüşən mücahidlər kimidirlər. Yorulmadan namaz qılan, iftar etmədən oruç tutan kimidir. Davam etdi, mütəmadi. Gör nə böyük savabdır dul qadınlara baxmaq, onların ehtiyaclarını ödəmək. Miskinlər üçün, dul qadınlar üçün gərək insan xeyirxah olsun. Onların yardımı üçün həmişə çalışsın, səy göstərsin. Kim belə səy göstərərsə, onlar üçün. Allah yolunda vuruşan mücahid kimidir, Allahu Akbar. Bilirsən, mücahid çox, yəni onun savabı, mükafatı böyükdür, əgər şəhid olarsa, düzdürmü? Hələ geri qaydarsa, yəni nə qədər mükafatlar var, Allaha ən sevimli bəndədir. Çünki Allahın adını uca tutmaq üçün canından, malından keçir. Hər adam canından keçirmi, qardaş? Hər kəsə canı əzizdir, canına qıymaq istəmir. Lakin mücahid hamısının gözünün önünə alır. Deyir, Allaha canım da, malım da fəda olsun, çıx Allah yolunda. Əzəmətli bir ibadətdir. Gör, bax, miskinlərə, dul qadınlara baxanın halına bax, Allah Rəsulü kimə bənzətdi? Mücahidlərə. Həmçinin, necə ki, hədisin davamında deyir, gecələri namaz qılana bənzətdi, dayanmadan. Və həmçinin də gündüzləri oruçlarına bənzətdi, dayanmadan. Deməli, əzəmətli ibadətdir, əzəmətli bir əməldir. Bu şeydə hamı gərək yardımlaşsın, köməkləşsin və bacardığın qədər də Allah yolunda xərclə. Şərt deyil ki, sən yüzlər, millər xərcləyəsən, 1 manatın belə Allah yolunda vermişsənsə bir kimsə ehtiyacına görə, vallahi xeyirdir. Bəlkə elə sən o 1 manatınla o yığılan məbləğ tamamlandı. Nə bilirsən? Ona görə sən pula azlığına, çoxluğuna baxma. Necə hədisə gəlir, xurmanın yarısı ilə də olsa cəhənnəm onun özünü qoru çəkin.